Salam mənim əzizlərim. Bu günlərim mən yarpaq dolması bişirirəm. Bu tənək yarpağı deyil. Çox incə, tənək yarpağından da dadlı, incə, çox ləzzətli yarpaq dolmasıdır. Çox fərqli dolmadır. Ancaq adını mən bilmirəm. Siz yazın görüm. Hansı bitkinin yarpağıdır? Çox ləzzətlidir. Doğrudan da çox incə, çox gözəl çıxır. Ancaq bunu çox qaynatmaq lazım deyil. Qaynamış suya salırsan, 2-3 saniyə qaldı götürmək lazımdır. Çox saxlananda xarab olur. Çox incədir. Həm də ki, bədənə çox xeyirlidir. Mədə bağırsağın dərmanıdır. Yazmağı sizdən. Bu hansı bitkinin yarpağıdır? Mənə də kömək edin. Mən unutmuşam adını. İçliyi də ki, necə üzüm yarpağının içliyin hazırlayır, o cürə hazırlanır. Qoyun ətindən. Yağlı ətdən. Hər formada hazırlaya bilərsiniz. Kim istəyər yumru eləsin, kim istəyər uzunsov türk yarpaq dolması kimi. İndi mən bura zeytun yağı da əlavə edib qoyuram üstə pişməyə.